Qabaqlar bir mənzildən o bir mənzil başına yol qət edərkən 10-15 dəqiqəyə çatardıq. İndi 15 dəqiqəyə çatdığımız yolu 3 saata, 2 saata, ən yaxşı halda 1 saata çatırıq. Və bu da nə deməkdir? Tıxacları kim yaradır? 1. Məktəblər açılıb. 2. Məktəblər açılıb. 3. Məktəblər açılıb. Qabaqları yeni ailələrə, yeni evlənənlərə ev alırdılar ki, sabah uşaqları olacaq. Evləri məktəbə, bağçaya, bazara, dükana yaxın olsun. Uşaq da əlində çantası, belə də keçi boynuzu qızlar da məktəbə belə piyada geçsinlər. İndi nə edirik? İndi bütün insanlar, bir istisnalar təbii ki var, uşaqlarını başqa məktəblərdə oxutmağa çalışır. Evin ağzında məktəb var, ha? Yox, bunun uşağı bahalı yerdə oxumalıdır, prestijli yerə getməlidir. Və nəticə etibarilə bütün məktəbə gedən uşaqların az qala bütününün şoförü var, maşını var. Neçə maşın hərəsində bir uşaq aparır. Hər evdən bir uşaq bir maşına minir. Heç kim də qorxusundan avtobusa etibar eləmir. Deyirlər ki, uşağın başına iş gələr, hadisə gələr, özümüz yanında olaq. Və buna görə də tıxac yaranır. Heç kim evin yanındakı məktəbə güvənmir. Evin yanındakı məktəbə də başqa yerdən uşaq gəlir. Çox qəribədir. Heç kim əlinin içindəkinin dəyərini bilmir. Və nəticədə bu tıxacı yaradan valideynlərdir. Biz də onun cəzasını çəkirik. Allah hamıya kömək olsun. Allah hamının balasından özünə xeyir versin. Amma unutmayın ki, Ucqardaq kəndlərindən heç bir hazırlıq müəllimi görməyən şagirdlər gəlib burada 680-690 bal toplayır. Sizin o bahalı məktəblərdən çıxanlar buksirlə 500-ü zorla toplayır.